Kökəlmək istəyən və ya aralamaq istəyənlər var mı burada? Kökəlmək istəyən əlini qaldırsın. Kökəlmək istəyirsən? Sən kökəlmək istəyirsən, sən aralamaq istəyirsən. Səndən danışaq. Göstər aralamaq istəyənlər üçün məhsul, gətirin bura. Ver o qıza indi bu başdan qoy saxlasın, ver əlində tutsun. Xahiş edirəm, ver əlində tutsun. Durursan yuxudan. Saat 5-dən 7-yə yoğun bağırsağın energetik saatıdır. Ona görə deyir, namaza dur, namaza dur. Ona ailti, ay müsəlman, namaza dur ki, damarların asılsın, bağırsağın da. 5-dən 7-yə ailə qurmusan, bir dənə cehizli termos tapırsan, bir paket, çəkin nə qədədir? 74, super. Bir paketi termosun içərisində qoyursan, çaynikdən, güllü çaynikdən orada qaynar su tökürsən, ağzın bağlayırsan mütləq, çünki orada efir yağları çıxacaq. 20 dəqiqə dəm alır, sonra çalxalayırsan, təxminən 6-nın yarısında bu çayın 2 stəkanı bir dənə xurma ilə yeyirsən. Mədinə xurması ilə. Günorta saat 12-də bunu təkrar edirsən, axşam saat 17-də təkrar edirsən. 7 gündən sonra bura çıxacaqsan sən. Yox, biz arıqladacaq səni. Söhbət nədən geyir? Hər şeydə yeyə bilərsən, yeyərək arıqlanmadan gedir. Bax, bu məhsul nə inir? Bağırsağı şılaqlardan təmizləyəcək, xovları açacaq, sanki bağırsağın xalça yumaya getdi. Girir qana, gedir qaraciyərə, qaraciyərdə yağ pim barəsini tənzimləyir və sənin qaraciyərin işi yaxşı olduğuna görə sən nə inirsən? Dediyimə qaraciyərin ambardır, bizim qaraciyərimiz ambardır. Qaraciyər ambarını təmizləyir və yaxşı qaraciyər hüceyrələri nə inir? Bütün prosesləri 12 funksiyasını həyata keçirir. Növbəti. Çəkinizi yoxlayırsan, kalkulyator çıxart. Çəkini bölürsən boya, vurursan boya.